Hər vaxtınız xeyir olsun Simnarə. Biz sizə Mingəçevirdən xəbər veririk. Hazırda olduğumuz Kür sahilində Prezident Kuboku 2026 beynəlxalq reqatası davam edir. Çox maraqlı mübarizələrin şahidi oluruq və hazırda yanımda Çexiya millisinin məşqçisi Pavel Dufek var. Biz onun təəssüratlarını öyrənəcəyik ümumi olaraq yarış haqqında və təşkilatçılıq haqqında. Hello, welcome. What do you think about this organization, President Cup? It's very well organized. We haven't find any problems. It's everything well. Race course is prepared very well. I see. Yesterday we afraid of the stream of the water, but today it's very. It stopped water. In this case, it's nice, and then I think I see that it's a good organization, good race course, and good race. Thank you for interview. O qeyd etdi ki, çox yaxşı təşkilatçılıq var. Dünənləri düşünürmüş ki, burada bəzi problemlər yarana bilər, su ilə bağlı problemlər ola bilər, amma hazırda çox məmnundur və hər mənada təşkilatçılığın çox yaxşı olduğunu bildirir. Bizim bu saata çatdıracaqlarımız bunlar idi. Söz yenidən sizdədir.